Sizlərə şəxsi tikili 4 otaqlı evimizin təqdimata gəlmişik. 3 sota yaxındır. Gördüyünüz bu ərazidə bu evə məxsusdur. Hətta Baratanın çöl tərəfində də maşın dayanıb görürsünüz. Həmən hissədə bu evə məxsusdur. Yəni maşını olan heç həyətə salması da orada saxlaya bilər. Qazı işığı da var. 4 otaqlı şəxsi tikili ev. Köhnə evdə sadəcə təzə təmir olunub. Podvala giriş də var. Atmalar 5-20-dir. Koridor sistemidir. Girdim bax belə bir koridor. Aboylarına qızan hər bir şey vurulubdur. 63 min manatdır 4 otaqlı evdə. Burası zal hissə sayılır. Dostlar, bir dənə bu gördüyünüz hissə təkdaşdır. Sonradan artırılma olduğuna görə buranın təkdaş evilir. Amma hətta orta pirqaratkalarda hamısı qoşadır. Yəni bu köhnə tikiliş ev olub deyə qoşa daşla tikilibdir. Bura sanitar qovşağımızdır. Bir dənə yataq otağımız. Bu ikinci yataq otağı. Otaqların ölçüləri genişdir və bu üçüncü geniş yataq otağımız. Bir dənə də belə mətbəximiz. Mətbəx yerinin betonuna qədər verilib. Şəbəkə pəncərələrindəndir. 4 otaqlı ev 63 min, binə 190 nömrə marşrutda 10-15 metr məsafə, asfaltın üstü. Tələsin dostlar, qaz, işıq sayğacı hər bir şey də var.